Salam, bugün sizə ABC Akademiyasının sınaq 40-ın izahını verəcəm. Birinci sual. Neçə nömrəli fərdlər içəri becərmə nəticəsində yaranmışdır? Öncə biz içəri və becərmə sözünün mənasını bilməliyik ki, bu imbiridik əlaməti idi və ya heyvanlarda yaxın qohum çarpazlaşma idi. Yəni, yaxın qohum çarpazlaşma nəticəsində nəsil ağacında hansı nömrəli fərd əmələ gəlmişdir? Eyni növ daxilində, yəni yaxın qohum, yəni evladla valideyn arasında, qardaşla bacı arasında, təbii ki, bu heyvanlar aləmində deyirəm bu fikri. Məsəl üçün biz baxsaq, 1 və 2-nin nikahından dünyaya gələn evladlar 5, 6, 7 və 8-dir. 3 və 4-ün nikahından dünyaya gələn evladlar 9, 10, 11, 12 və 13-ün nikahından dünyaya gələn evladlar 15 və 16-dır. Lakin burada diqqətlə baxsaq nəsil ağacında 6 və 7, yəni evladlar bir-biri ilə çarpazlaşaraq 12 nömrəli fərd əmələ gətirmişdir. Məhz bu yaxın qohum çarpazlaşma nəticəsində alınmış fərddir. Ona görə yalnız biz 12-ni götürmüş olarıq. Digər ikinci sual. Uyğunluğu müəyyən edin. Uyğunluğu müəyyən edin. Fərdi seçmə və kütləvi seçmə. Fərdi seçmədə nəslin genotipi nəzərə alınırdı. Bəli, fərdi seçmədə öz-özünə tozlanan bitkilərə tətbiq olunurdu. Nəslin genotipi nəzərə alınmırdı. Kütləvi seçmə və kütləvi seçmə çarpaz tozlanan bitkilərə tətbiq olunurdu. Bitkilərə tətbiq olunur. Təbii ki, həm kütləvi seçməni, həm də fərdi seçməni hər ikisini bitkilərə tətbiq edirdik. Heyvanlara tətbiq olunurdu. Yalnız fərdi seçməni, kör təbii seçmə forması idi heç biri. Bunlar metodiki, şüurlu seçmənin formaları idi. Ona görə doğru cavabımız məhz A variantı etmiş olar. Biz bilirik ki, fərdi seçməni həm bitkilərə, öz-özünə tozlanan bitkilərə, həm də yaxın qohum çarpazlaşması olan heyvanlara tətbiq edilirdi. Heterozigot genotipli fərdlərin alınması ilə nəticələnən seçmə forması hansı canlıya tətbiq oluna bilər? Heterozigot genotipli fərdlər bilirdik ki, çarpaz tozlanan kütləvi seçmə nəticəsində yaranırdı, yəni çarpaz tozlananda və hansı canlıya tətbiq edərdik? Burada küləklə tozlanan bitkiləri seçməliyik. Çarpaz tozlanan qarğıdalı bitkisidir. Buğda və noxudda öz-özünə tozlanmadır. Ona görə doğru cavabımız C variantıdır. Digər sualımız, hibridlərdə əlamətlərin dominantlıq əldə etməsi hansı amillərdən asılıdır? Ümumiyyətlə, əlamətlərin dominantlıq əldə etməsi təbii ki, burada əlverişli mühitdən, ətraf mühitdən asılıdır. Əgər ətraf mühit əlverişli olarsa, əlamətlərin dominantlıq edə bilməsi əsas yerdə durar. Yəni, hibridlərdə dominant əlamət daha üstünlük təşkil edə bilər. Yalnız genetik amildən asılı deyil. Xeyr, bax burada yalnız sözünə görə səhvdir. Yalnız genetik deyil, həm genetik amildən, həm də mühit şəraitindən asılıdır. Həm də mühit şəraitinin əlverişli mühit şəraitindən asılı olar. Ona görə doğru cavabımız C variantıdır. Miçurinin mentor metoduna aid olmayan variantı seçin. Biz bilirik ki, Miçurinin mentor metodu başqa adı da hibridlərin tərbiyələndirilməsi metodu idi ki, mentor metodu ilə, məsəl üçün, Belfer, Kitayka alma sortunu almışdı. Bu zaman calaq üsulundan istifadə etmişdi. Bəli, həm calaq altı, həm də calaq üstü kimi bitkidən istifadə etmişdi. Doğrudur. Bitkinin genotipini dəyişməklə dominantlığa nail olmuşdur. Xeyr, calaq üsulundan istifadə etmişdir. 11-ci sinif dərslikdə də verilib bu cümlə. Genotipini dəyişmədən dominantlığa nail olmuşdur. Genotipini dəyişmədən. Ona görə B variantı məhz yanlışdır. Sortları çoxaltmaq üçün yalnız vegetativ üsullardan, bəli, vegetativ üsulun calaq üsulundan istifadə edirdi. Belfer, Kitayka alma sortunun alınmasında istifadə etmişdir. Doğrudur. Çarpazlaşma nəticəsində alınan bitki sortu həm məhsuldarlıq, həm də soyuğa davamlılıq əlamətlərini birləşdirirdi. Bəli, doğru fikirdir. Yanlış olan B variantıdır ki, genotip dəyişmirdi.
Altıncı sual. Öz-özünə tozlanan bitkilərdə əlverişsiz mutasiyalar üzə çıxmasının səbəbi nədir? Biz bilirik ki, öz-özünə tozlanan bitkilərdə homoziqotluq artırdı və homoziqotluq bu artdığına görə orada resessiv mutasiyalar da daha çox olurdu. Mutasiyaların əksəriyyəti ilə B variantına verir ki, resessivdir və homoziqot vəziyyətə keçdiyi üçün letal olunurdu və öz-özünə tozlanan bitkilərdə də getdikcə nəsil neyilirdi? Cırlaşmaya səbəb olurdu. Ona görə doğru cavab məhz B variantını götürmüş olarıq. 7-ci sual. Verilənlərdən biri seleksiya işinin uğurlu olması üçün nəzərdə tutulmamışdı. Təbii ki, biz demişdik ki, işdən keçmənin qanunauyğunluğu var idi, mühitin rolu var idi, mutasiya var idi, süni seçmənin formaları var idi, mühitin təsiri dedik bunu, başlanğıc materialın irsi müxtəlifliyi az olması və təbii ki, burada başlanğıc materialın irsi müxtəlifliyin az olması yox, çox olmasın olma. Nə qədər başlanğıc material müxtəlif olarsa, bir o qədər də nili seleksiya işi bir o qədər uğurlu olardı. Burada isə az olması yanlış fikirdir. Daha çox müxtəliflik olmalı idi. Törədicilərin nəslə görə təyini hansı əlamətə görə müəyyən olunur? Və burada məntiqi sualdır. Burada məsəl üçün yumurta vermə, süd vermə, daha sonra lələk rəngi, bax bu nə keyfiyyət fərqidir. Üzr istəyirəm, kəmiyyətdir. Yəni biz toyuqlarda bu heç nəslə görə təyin olunmur. Məsəl üçün toyuqlarda yumurta verməni artırmaq üçün biz nə edirik? Süni işıqlanmanı artırmaqla yumurta verməni artırır. Və yaxud da inəklərdə süd vermə, qidanın miqdarını bol olmaqla, qida bol verməklə südün miqdarı artar. Amma kəmiyyət artar, amma keyfiyyətin artması bu nədir? Nəslə görə təyin olur. Yəni südün yağlılığı nədir? Keyfiyyətdir. Bu keyfiyyət onun genotipindən asılıdır və yaxud da qidanın keyfiyyətindən asılıdır. Burada ilə məsəl üçün digərləri hamısı sonradan biz süni şəkildə əlavələr etməklə artıra bilərik, amma südün yağlılığı bəli nəslə görə təyin oluna bilər. Yəni genotiplə əlaqəli də ola bilər. Doğru cavab C variantıdır. Əgər turp və kələm bitkisini çarpazlaşdırsaq, biz bilirik ki, kələm və turp ayrı-ayrı növlərdir. Təbii ki, ayrı-ayrı növlər bir-biri ilə çarpazlaşdırdıqda biz növlərin fizioloji kriterisinə əsasən deyirdik ki, dölsüz nəsil alınırdı. Yəni onlar nə meyvə, nə toxum əmələ gətirməzdi. Doğru cavab elə C variantı idi. Sadəcə Karpichenko metodunu tətbiq etdikdən sonra turp və kələm hibridi döllü hibrid hesab olunurdu. Amma bizdə artıq o formanı demir. Sadə olaraq turp və kələm bitkisini biz çarpazlaşdırırıqsa, bu zaman dölsüz nəsil olar, yəni meyvə və toxum əmələ gətirməz. Doğru cavab C variantıdır. Əhəlləşdirmə prosesi təbii seçmənin stabilləşdirici və hərəkətverici formalarına müvafiq olaraq necə təsir göstərir? Əhəlləşdirmə prosesi zamanı yadınızda qalsın, biz əvvəldən də keçmişdik. 11-ci sinif dərslikdə yenə bu verilib seleksiya mövzusundakı əhəlləşdirmə prosesi zamanı stabilləşdirici seçmənin təsirini azaldır. Hərəkətverici formalar isə artırır. Çünki yeni formaların yaranmasına səbəb olur ki, bu da hərəkətverici formalara müvafiq olaraq necə təsir edir? Təbii ki, artırmış olar. Doğru cavab D variantıdır. Stabilləşdirici azalar, hərəkətverici artar. Hansı mənşə mərkəzləri taxıl bitkilərinin mərkəzi ola bilər? Taxıl bitkilərinin mərkəzləri, gəlin bax, burada, yəni taxıllar fəsləsinə aid olan bitkilər. Məsəl üçün, Həbəşistan bitkisində dənlik sarqodu, banan bitkisidir ki, taxıllar fəsləsinə aiddir. Və banan bilirsiniz də, ot bitkisidir, amma taxıllar fəsləsinə aiddir. Cənub-Qərbi Asiyada buğda bitkisini deyə bilərik. Mərkəzi Amerikada qarğıdalı bitkisini deyə bilərik ki, taxıllar fəsləsinin mərkəzidir. Doğru cavab C variantıdır. Uyğunluğu müəyyən edin. Gəlin baxaq. 1, 2, 3, 4. Bir təzədən baxaq. Uyğunluğu müəyyən edin. 1, 2, 3, 4.
Xaçiçəklər fəstəsinin seleksiyası ilə məşğul olmuşdur Karpichenko. Gülçiçəklər fəstəsinin seleksiyası ilə məşğul olmuşdur Mityurin. Taxıllar fəstəsinin seleksiyası ilə Sitsin. Bəli, çox illik taxılı almışdı. Ayrı qotu ilə, bəli, çox illik buğda. Bir də mürəkkəb çiçəklər fəstəsinin seleksiyası ilə, yəni günəbaxanın seleksiyası ilə Pustovu misal göstərə bilərik. Ona görə uyğunluğumuz doğru cavab C variantına gedər. 1-də B, 2-də A, 3-də C, 4-də D. 12-ci sualda doğru cavab C variantıdır. İnsanda postembranal inkişaf dövründə hansı hüceyrələrdə karyogeniz getdiyini halda sitogeniz baş vermirdi. Biz bilirik ki, ümumiyyətlə telefaza mərhələsində bütün hüceyrələrdə karyogeniz baş verə bilər. Amma sitogeniz ola da bilər, olmaya da bilər. Məsəl üçün, getməyən hüceyrələrdən biri ennizolaqlı skelet əzələsidir. B variantı burada. Daha sonra qırmızı sümük iliyini, bir də qaraciyər hüceyrələrini göstərə bilərik ki, onlar çox nüvəlidir. Çünki onlarda karyogeniz var, nüvə bölünməsi. Amma sitogeniz baş vermirdi. Uyğunluğu müəyyən edin. Məlumat erinti, nəqliyyat erintisi, ribosom. Ribosomun əsas tərkib hissəsidir. Ribosom erintisi yonca yarpağı şəklindədir. Təbii ki, nəqliyyat erintisidir. Bu da bax bu cür şəkildə göstərilirdi. Nəqliyyat erintisi hərəsi özünə bir dənə amin turşusu birləşdirirdi. Həm transkripsiya, həm translasiya prosesində də iştirak edirdi. Məlumat erintisi. Beləliklə 14-cü sualda doğru cavab D variantı. Doğru olmayan fikri seçin. Doğru olmayan fikir. Gəlin baxaq. Plastik mübadilə prosesləri enerjinin udulması ilə baş verirdi. Bəli, plastik ildə 9-cu sinifdə dərslikdə vermişdi. Sadə monomerlər birləşərək polimer birləşmələr əmələ gətirirdi ki, enerjinin udulması ilə gedən reaksiya idi. -2. Bəli. Digərinə baxaq. Enerji mübadiləsi proseslərində yalnız enerjinin ayrılması gedir. Aha. Bax, burada yalnız enerjinin ayrılması fikri yanlışdır. Məsəl üçün, energetik mübadilənin 3-cü mərhələsi energetik mübadilənin, düzdür, 3-cü mərhələ. Yalnız enerji ayrılmır axı. Hətta orada ATF enerjisi də toplanırdı. Məsəl üçün, 1440 kilojul ATF enerji şəklində toplanırdı. 1160 kilojulu isə istilik şəklində enerji ayrılırdı. Elə B variantı yanlışdır. Digərlərinə baxaq. Maddələr mübadiləsi prosesini hüceyrənin irsi aparatının nəzarəti altında həyata keçirilirdi. Bəli, təbii ki, bu irsi aparatının nəzarəti, yəni DNT-nin əsasında nəzarət altında həyata keçirilir. Doğrudur. Hüceyrədə gedən bütün parçalanma reaksiyalarının məcmusu katabolizm adlanırdı. Bəli, katabolizmdə tullanma, dağılma demək idi. Düzdür. Maddələr mübadiləsi iki istiqamətdə gedirdi. Həm o plastik maddələr mübadiləsi, həm də energetik maddələr mübadiləsi. Yanlış cavab B variantıdır. Zolların hansı funksiyası düzgün göstərilməmişdir? Bax, əzəllərin yığılması hərəkət funksiyası idi. Aktin və miozin zolaların hesabına, hemoqlobin ağciyərlərdən toxmalara oksigen daşıması nəqliyyat funksiyası idi. Tamamilə doğru. İbtidailərdə qıcıqlanmanın əsasında zolaların bilavasitə müdafiə funksiyası yox. Qıcıqlanmanın əsasında siqnal funksiyası dayanır. Yanlış olan C variantıdır. İnsülin qaraciyər hüceyrələrinin fermentlərini aktivləşdirərək qlükozadan qlikogen sintez etməsi tənzimləyici funksiyası idi. Bəli, insülin hormondur. Hormonlar da zülalların tənzimləyici funksiyası idi. Doğrudur. Zualların parçalanaraq enerji ayrılması energetik funksiyası idi. Doğrudur. 1 qram zulal parçalandıqda 17,6 kilojul enerji ayrılırdı. Bəli, yanlış olan C variantıdır. Lipidlərin belə funksiyası yoxdur. Lipidlərdə təbii ki, siqnal funksiyası yoxdur. Siqnal dedik ki, zulallara aid olan funksiyadır. Qıcıqlanma ilə əlaqədar. Tənzimləyici bəli lipidlərin var ki, məsəl üçün cinsiyyət hormonlarını deyə bilərik.
Lipidlərin sintetik funksiyasının olduğunu söyləmək olarmı? Bəli, sintetik funksiyası yadınızda qalsın. Məsəl üçün dedik ki, cinsiyyət hormonları lipid mənşəlidir. A, D vitaminləri lipid mənşəli idi. Bəli, çünki onlar D vitaminin dəridə lipidlərdən sintez olunurdu. Biz bilirik də dərimizin sintetik funksiyası var. Məsələn, o sintetik funksiyası ultrabənövşəyi şüalar nəticəsində, uzun dalğalı ultrabənövşəyi şüalar nəticəsində dəridə az da olsa D vitamini nə edirdi? Sintez olunurdu. Ona görə də bəli, sintetik funksiyası olduğunu deyə bilərik. 18-də doğru cavab B variantıdır. Digəri məsələlərdir. Deyir ki, DNT molekulunun bir zəncirində timin bərabərdir 2 adenin molekulunda hidrogen rabitələrinin sayı 660 olarsa, qanun nukleotidlərin sayı 120 ədəddir. İkinci zəncirdə adenin nukleotidlərin sayını tapın. Burada qeyd eləyəcəm. Biz bilirdik ki, ümumi nukleotidlərin sayını tapmaq üçün hidrogen rabitələrinin sayına sitozini çıxırdıq. Yəni belə düsturumuz var ki, hidrogen rabitəsi bərabərdir ümumi nukleotidlərin sayının üzərinə sitozin və yaxud da qanun nukleotidi. Burada bizə verilib ki, 660 hidrogen rabitəsidir. 120 guanindirsə 120 sitozindir. Çıxaram, alınır burada 540 ədəd nukleotidimiz. Deməli, bizim 19-cu çalışmanı eləyirik. 540 ədəd nəyimiz oldu? Nukleotid oldu. Bu nukleotidin 240-ı sitozin və guaninin cəmidir. Nəyə görə? 120 guanin varsa, 120 də sitozin var. Cəmi 240-dır. 540-dan 240-ı taparam, eləyər 300 ədəd. Molekulda, DNT molekulunda olan adenin və timin nukleotidlərinin cəmidir 300-də. Və bizə məsələ şərtində deyir ki, bir zəncirdə və bizə məsələ şərtində deyilir ki, bir zəncirdə, yəni bax belə yazsaq, timin 2 dənə adeninə bərabərdir. Deməli 2 dənə adenin var burada. Aha, digər zəncirdə isə burada timindir. Bunu komplet burada timin, burada isə adenini göstərə bilərik. Yəni bir zəncirdə bir timin 2 dənə adenindən bərabərdir. Və digər zəncirdə isə onda komplementar olaraq bir dənə adenin, 2 dənə timin deməkdir. İndi bizə deyir ki, burada ikinci zəncirdə adenin nukleotidlərin sayını tapın. Təbii ki, ümumi nukleotidlərin sayı molekulda 300 dənədir. Adenin və timinin cəmi. Burada 150 adenin deməkdir, 150 timin deməkdir. Bu 150-yi də bölərik. 50 dənəsi digər ikinci zəncirdə, birinci zəncirdə 50, digəri isə 50. Deməli, birinci zəncirdə 100 molekul adenin var, ikinci zəncirdə isə 50 molekul adenin olmuş olar. Ona görə doğru cavab məhz 50 etmiş olar. C variantını götürə bilərik. Digərinə baxaq, DNT molekulunda adenin nukleotidlərinin sayı 20% olarsa, bu zaman guanin və sitozin arasında hidrogen rabitələrinin sayının adenin və timin arasında olan hidrogen rabitələrinin sayına olan nisbəti neçədir? Aha, biz bunu da necə hesablayaq? Məsəl üçün, adenin sayı deyir 20%-dir. Deməli, timin nukleotidinin sayı da 20%-dir. Deməli, bunlar 40%-dirsə, 100% gətirmək üçün sitozin 30%-dir, guanin 30%-dir. Və deyir ki, adenin və timin arasında, guanin və sitozin arasında olan hidrogen rabitələrinin sayı, adenin və timin arasında olan hidrogen rabitələrinin sayına olan nisbəti. Təbii ki, biz bilirdik ki, adenin və timin arasında 2 ədəd hidrogen rabitəsi var, guanin və sitozin arasında 3 ədəd hidrogen rabitəsi var. Bax, indi necə yazarıq? Məsəl üçün, bir dəqiqə. Aha, davam eləyək. Biz dedik ki, davam eləyirik və biz dedik ki, 2 dənə adenin və 2 nukleotid arasında 2 dənə hidrogen rabitəsi var. Ona görə 40% elə adenin və timin arasında olan hidrogen rabitələrin say nisbətidir. 40-ı götürdüm adenin və timin arasında.
İndi sitozin və guanində necə idi? İki nukleotid arasında 3 ədəd hidrogen rabitəsi var idi. Yəni bu cür yazırdıq, düzdürmü? İki nukleotid arasında 3 ədəd hidrogen rabitəsi var idi. Bəs 60 ədəd nukleotid arasında nə qədər hidrogen rabitəsi olar? 60-ı vurarsınız 3-ə, bölərsiniz 2-yə, eləyər 90 hidrogen rabitəsi. Bizə də deyir ki, sitozin və guanin arasında olan hidrogen rabitələrinin sayı adenin və timin arasında olan hidrogen rabitələrinin sayına olan nisbəti. Təbii ki, 90-ı 40-a bölsək 2,25% etmiş olar. Bu qədər rahat. A variantıdır. Digərinə baxaq. Bir DNT molekulunun tərkibində 2 ədəd oksigen olan azotlu əsas olmazsa, bu sahədə amin turşu kodlaşdıran neçə triplet olar? Biz bilirik ki, 2 ədəd oksigeni olan azotlu əsas timindir. Əgər timin yoxdursa, hansı nukleotiddə yoxdur? Adenin də yoxdur. Çünki nəyə görə molekulda deyir? Timin yoxdursa, adenin də yoxdur. Qaldı sitozin və guanin. Onda neçə nukleotidimiz var? 2 nukleotid. Hər nukleotid də triplet şəklində hərəkət edirdi. 2 üstü 3 bərabərdir 8-ə. 8 dənə tripletimiz var. Həmin bu 8 tripletin 8-i də amin turşusu kodlaşdıran triplet olar. Niyə? Çünki stop kod yoxdur. Əgər adenin yoxdursa, stop kod da yoxdur. Düzdürmü məlumat rentesində? Stop kodlarımız hansıları idi? Urasil, adenin, urasil, adenin, guanin, urasil, guanin, adenin. Bax, bu stop kodları nəzərə almırıq. Çünki adenin və timin yoxdur. Ən çox da adenin məlumat rentesində. Bəli, cavab 8-dir. Digərinə baxaq. DNT molekulunun tərkibində 1 ədəd oksigen olan azotlu əsaslar olmazsa, bu sahədə amin turşu kodlaşdıran neçə triplet olar? Deməli, 1 ədəd oksigen olan azotlu əsaslarda biz bilirdik, sitozində də 1 ədəd oksigen var idi. Guanin nukleotidində də guanin azotlu əsasında da 1 ədəd oksigen atomu var idi. Guanin nukleotidi desəm yanlış deyərəm. Guanin azotlu əsasında hərəsində 1 ədəd oksigen atomu var idi. Əgər molekulda da sitozin və guanin yoxdursa, onda deməli molekulda qalır hansı? Adenin və timin nukleotidləri. Deməli 2 üstü 3 bərabərdir 8-ə. Kodlaşdıran triplet sayı deyir. İndi artıq adenin olduğuna görə bizim stop kodumuz, yenə deyirəm, urasil, adenin, adenini çıxarıq. Bir dənə stop kodumuz var. 8-dən biri çıxarıq, eləyər 7 triplet. Digərləri hansıları idi? Urasil, adenin, guanin, urasil, guanin, adenin. Guanin olmadığına görə biz bu iki stop koddan istifadə etməyəcəyik. Yalnız bunu bir dənə olan bu stop kodu çıxırıq. Deyirik ki, 7 triplet amin turşularını kodlaşdırır. Doğru cavab B variantıdır. Neçə aləmin nümayəndələrində yalnız bir hərəkət orqanoidinə rast gəlinir? Təbii ki, məsəl üçün bakteriyalarda qamçı var. Bitkilərdə, ibtidai bitkilərdə qamçıya rast gəlinirdi. Daha sonra göbələklərin bəzi nümayəndələrində qamçıya rast gəlinirdi. Ona görə 3 aləmində nümayəndələrində yalnız bir hərəkət orqanoidi, özü də hansı qamçıya rast gəlinirdi? Qamçı. Doğru cavab C variantıdır. Verilənlərdən neçəsi 4 lipid cərgəsinə malikdir? Bu o deməkdir ki, 2 qat membranlı olan orqanoidlər, məsəl üçün nüvə özü hüceyrə strukturudur, orqanoid deyil, lakin nüvədə də deyirdik ki, biz nə var? Nüvə 2 membranlıdır. Onun 4 lipid cərgəsi var. Mitoxondridə 2 membranlıdır. Bəli, mitoxondridə və xloroplastda 2 membranlıdır və 4 lipid cərgəsidir. Amma diqqətli olun, burada bayaq da dedim ki, nüvəni götürmürük. Nüvə hüceyrə strukturudur. Orqanoidlər mitoxondridən xloroplastı götürərək 2 orqanoiddə. Nüvəni orqanoid kimi təbii ki, götürmürük. Doğru cavab B variantıdır. Verilən fikirlərdən doğru və yanlış olduğunu göstərən doğru ardıcıllığı seçin.
Gəlin baxaq. Müxtəlif canlılarda eyni orqanoid müxtəlif quruluşda ola bilər. Bəli, müxtəlif canlılarda. Məsəl üçün Holgi kompleksini deyək. Holgi kompleksi heyvanlarda tor şəkillidir. Məsəl üçün bitkilərdə orakvari, çubuqvari formada olur. Yəni fərqli quruluşda ola bilər. Bir doğru fikirdir. Eyni orqanoid hüceyrənin yaşından asılı olaraq sayını dəyişə bilər. Bəli, eyni orqanoid, məsəl üçün mənim bu orqanoid ağlıma vakol gəlir ki, vakol bəli cavan hüceyrələrdə vakolların sayı çoxdur, yaşlı hüceyrələrdə isə bir ədəd vakol olmuş olar. 2 doğru fikirdir. Bəzi orqanoid növləri bir-birinə çevrilə bilər. Bəli, tamamilə doğru. Plastitləri deyə bilərik ki, xloroplastlar xromoplastlara və yaxud da leykoplastlar xloroplastlara çevrilə bilər. Doğru fikirdir. Hər hansı bir canlının bir hüceyrəsində olan orqanoid onun bütün hüceyrələrində olmaya bilər. Bəli, bax, hər hansı bir canlının bir hüceyrəsində olan orqanoid onun bütün hüceyrələrində olmaya bilər. Məsəl üçün, hüceyrə mərkəzi, mənim belə fikirləşirəm ki, hüceyrə mərkəzini deyə bilərik ki, məsəl üçün, sinir hüceyrələrində hüceyrə mərkəzi yoxdur. Digər mitoxondri orqanoidləri var, amma hüceyrə mərkəzi olmaya bilər. Bəli, mütləq şəkildə bütün hüceyrələrdə olmaya bilər. Ona görə 4 fikrin 4-ü də doğru fikirdir və D variantını götürmüş olarıq. Ən qədim hərəkət orqanoidi haqqında verilən fikirlərdən hansı yanlışdır? Təbii ki, ən qədim hərəkət orqanoidi qamçıdır. Təbii ki, qamçı stoplazma çıxıntısıdır. Bəzən şagirdlər hesab edir ki, yalnız yalançı ayaqlar stoplazma çıxıntısıdır. Xeyr, qamçı da, kirpikçiklər də stoplazma çıxıntısıdır. Burada A doğrudur. Tək və cüt sayda ola bilər. Bəli, hərəkətə xidmət edir. Bütün aləmlərin nümayəndələrində rast gəlinir. Bəli, tamamilə doğru dedik. Rast gəldiyi növün bütün fərqlərində mütləq müşahidə olunur, yox. Məsəl üçün, bir növün bütün fərqlərində rast gəlinə bilərmi? Xeyr, ola da bilər, olmaya da bilər. Ona görə 26 yanlış ola bilər. Mütləq şəkildə, bax, o mütləq sözünə görə yanlış götürürük. Ola da bilər, olmaya da bilər. 26-da Y variantı. Bir hüceyrədə eyni vaxtda müşahidə edilə bilər. Təbii ki, bu elə orqanoid götürməliyik ki, bir yerdə olsun. Bir hüceyrə daxilində. Məsəl üçün, nüvə pərdəsi və plazmid. Nüvə pərdəsi bakteriyalarda ola bilməz, yoxdur. Amma plazmid, bəli, bakteriyalara yalnız məxsus olandır, düzdür. Hüceyrə mərkəzi və xloroplast. Hüceyrə mərkəzi bitkilərdə yoxdur, amma xloroplast var. Yalançı ayaq və plastit. Təbii ki, bitkilərdə yalançı ayaq yoxdur. Ali bitkilərdə heç bir hərəkət orqanoidinə biz, yəni toxumlu ali bitkilərdə heç bir hərəkət orqanoidinə rast gəlmirik. Bəli, yalançı ayaq yoxdur, plastit var. Amma burada nəyi demək istəyirəm? Məsəl üçün, ali sporlu bitkilərdə qamçıya rast gəlinir ki, spermatozoidlərində qamçı var. Miofibri və xromatofor. Miofibri əzələ hüceyrəsidir. Xromatofor isə təbii ki, ibtidai heyvanlardadır, ibtidai bitkilərdədir. Bir yerdə ola bilməz. İbtidai heyvanlarda da əzələ yoxdur. Heç əzələ lifi yoxdur. Daha doğrusu, miofibri əzələ lifi deməkdir. Əzələ hüceyrəsi deməkdir. Eyni yerdə ola bilməz. Ribosom və mitoxondri. Bəli, ribosom və mitoxondri bir hüceyrədə eyni vaxtda müşahidə edilə bilər. Doğrudur. Bu bitki hüceyrəsində də ola bilər, heyvan hüceyrəsində də. Məsələn, mitoxondrin özünün orqanoid daxilində, orqanoid o deməkdir ki, mitoxondrin daxilində də biz özünün ribosomuna rast gələ bilərik. Doğru cavab Y variantı. 28-ci sual. Hansı fikir yalnız çox hüceyrələrə xas olan hərəkət orqanoidi haqqındadır? Yenə deyirəm, bayaqdan biz danışırdıq ki, bir hüceyrələrə xas olan qamçı idi, kirpikdir, yalançı ayaqlar idi. Məsələn, ibtidai bir hüceyrəli heyvanlarda həm yalançı ayaq, həm kirpikçiklər, həm də qamçıya rast gəlinirdi. Lakin çox hüceyrəli heyvanlara məxsus olan orqanoid, məsəl üçün, mən əzələni nəzərdə tuta bilərəm. Kişi orqanizmdə rast gəlinsə də qadın orqanizmdə olmur. Xeyr, bu qamçıdır, digərlərində də var. Həm hərəkətə, həm qidalanmağa xidmət edir, yalançı ayaqdır. Digərlərində də var. Həm çox hüceyrəlilərdə də var, bir hüceyrə. Məsəl üçün, çox hüceyrəlidə insan orqanizmdə qan hüceyrəsi olan leykositlərdə də ola bilər. Bəli.
Yalançayaq bir hüceyrəli heyvanlarda da var. Yığıla bilən xüsusi zülalların əmələ gətirdiyi nazik tellərdir. Bəli, yığıla bilmək xüsusiyyəti əzələ hüceyrəsinə məxsusdur ki, bəli, zülallara aktin və miozin zülalına malikdir. Bəli, bu da yalnız çox hüceyrəlilərə məxsusdur. Doğru cavab burada C variantıdır. Burada daha doğrusu yazsaydı ki, hansı fikir yalnız çox hüceyrəli heyvanlara xas olan hərəkət orqanoididir, mənim fikrimə görə daha doğru olardı. C variantı doğrudur. Digərinə baxaq. Stoplazmanın müvəqqəti çıxıntısıdır. Yalançayaqdır, bayaq da dedik. B ilə D müvəqqəti çıxıntı qamçısı da ola bilər, qamçı da ola bilər. Bəzi canlılarda bütün orqanizmin, bəzilərində isə hissəcik və mayenin hərəkətinə xidmət edir. Bu isə nədir? Kirpikçikləri deyə bilərik. Bütün orqanizmin, bəzilərində isə hissəciklərinin, bəli, kirpikçikdir. Bu da həm bir hüceyrələrdə, həm də çox hüceyrələrdə rast gəlir. Məsəl üçün, çox hüceyrələrdə tənəffüs yollarında kirpikli hüceyrələrdə, yumurtalığın kənarında olan kirpikli hüceyrələrə rast gəlmək olar. İnsan orqanizminə söhbət gedir. Doğru cavab burada C variantıdır. Yalnız çox hüceyrələrdə, çox hüceyrəli yenə deyirəm, heyvanlarda biz əzələ lifinə rast gəlmiş olarıq. 29-cu sual. Uyğunsuzluq müəyyən edin, yəni yanlış olanı soruşur. Krista pipik deməkdir, düzdür. Stroma xalça deməkdir. Bax, vakus sözünün mənası boş deyil. Vakus hava və boşluq deməkdir. Boş yox ha, boşluq deməkdir. Plastis, bəli, dolduran deməkdir. Plastikos, yapaq deməkdir. Yanlış olan C variantıdır. X-in yerinə yazıla bilər endoplazmatik şəbəkə Holgi kompleksi. Kanal və boşluqlar sistemindən ibarətdir. Hər ikisi Y-ə yaza bilərik. Hər ikisi kanal və boşluqdan ibarətdir. Qovuqçuqlara malikdir. Bu Holgi kompleksini götürə bilərəm. Hüceyrədə yaranan maddələrin toplanmasında iştirak edir hər ikisi. Maddələrin hüceyrə daxilində daşınmasını təmin edir. Bəli, endoplazmatik şəbəkə maddələrin hüceyrə daxilində, xaricində daşınmasını təmin edir Holgi kompleksi. Burada doğru cavabı X-in yerinə yalnız 4 rəqəmini yazmış olarıq. A variantı. 31-ci sual. Həm qidalanmağa, həm də hərəkətə xidmət edən hərəkət orqanoidi. Təbii ki, bu da yalançayaqdır. B variantı. Hansı hüceyrə strukturları orqanoidlərin formalaşmasında iştirak edir? Yaxşı sualdır. Məsəl üçün, nüvəcik götürərik. Nüvəcikdə bilirdik ki, nüvəcik özü əmələ gəlir xromosomun ikinci gərilməsindən və nüvəcikdə ribosomun böyük və kiçik hissəcikləri formalaşırdı. Holgi kompleksində isə lizosom deyilən orqanoidimiz var idi ki, lizosomlar Holgi kompleksində formalaşırdı. Doğru cavab D variantıdır. Hansı orqanoid digər hüceyrə orqanoidləri tərəfindən formalaşdırılır? Burada isə doğru cavab yenə lizosom olacaq. Lizosom Holgi kompleksi tərəfindən formalaşdırılırdı. Əgər ali bitki hüceyrəsində hüceyrə mərkəzinə rast gəlinsəydi, o zaman bu hüceyrədə neçə orqanoid ikiləşmək qabiliyyətinə malik olardı? Biz bilirik ki, interfaza mərhələsində hüceyrə mərkəzi ikiləşmək qabiliyyətinə malik idi. Bu heyvan hüceyrələrində rast gəlirdi, bitki hüceyrəsində normalda yoxdur. Amma indi deyir ki, bitki hüceyrəsində də rast gəlinərsə, deməli hüceyrə mərkəzində ikiləşmə olar, mitoxondri var, bitki hüceyrəsini ikiləşə bilir, özünün dentisi olduğuna görə. Bir də xloroplastlarda, plastitlərdə, daha doğrusu təkcə xloroplastlarda yox, plastitlərdə ikiləşmə var. 3 orqanoidində ikiləşə bilər. Doğru cavab C variantıdır. Bir növün populyasiyalarının qarışmamasına səbəb olan müxtəlif tədriclər hansı canlıya aid edilə bilməz? Bu mənim öz fikrimdir. Mən burada nəyi götürdüm? Nəyə görə noxud bitkisi? Noxud bitkisi öz-özünə tozlanan bitkidir. Yəni bir növün populyasiyasının qarışmasına yoxdur. O öz-özünə tozlanan bitkidir. Özü noxud bitkisində çiçəklər, gönçələr açılmamış tozlanma gedir. Noxuddur, buğdadır, arpa bitkisində bu cür gedir. Ona görə də digər bir populyasiyanın burada məsəl üçün tozcuğu ilə tozlanıb, orada müxtəlifliyə səbəb ola bilməz. Ona görə də B variantı məhz noxud götürə bilərik.
Ərik bitkisi, məsəl üçün, bu həşəratlarla tozlanan bitkidir. Bir növün populyasiyalarının qarışmamasına səbəb may böcəyində qarışa bilər, xanı balığında qarışa bilər, pələngdə, amma noxud bitkisində qarışması ola bilməz, qarışa bilməz. Karl Linneyin işlərinə aid deyil. Binar nomenklaturanı ilk dəfə irəli sürmüşdü. Elə burada ilk dəfə sözü yanlışdır. Dedik ki, ilk dəfə onların Karl Linneydən əvvəl iki qat latın adlandırmanı demişdilər sələfləri tərəfindən. Daha sonra Linney onu elmi cəhətdən təsdiqləmişdi. Bəli, kreosinizm ideyalarını müdafiə edirdi. Yəni bu nəzəriyyə nə idi? Bu nəzəriyyə deyirdi ki, canlılar Allah tərəfindən yaradılır və onun tərəfdarlarından biri də Linney olmuşdu. C variantı da doğrudur. İnsana və insana bənzər meymunları bir dəstədə yerləşdirmişdi. 4 təsnifatı elmə gətirmişdi. Bəli, əsas təsnifat vahidi kimi növü götürmüşdü.